Axios Amerika Birləşmiş Ştatları rəsmilərinə istinadən yazır ki, Hörmüz boğazının açılması əməliyyatı uzanarsa, Birləşmiş Ştatların B planı var. Bu plana görə Prezident Donald Trump İranın Xarq adasındakı əsas neft terminalını ələ keçirməyi düşünür. Lakin belə bir əməliyyat üçün Birləşmiş Ştatlar ordusunun quru qüvvələri tələb olunacaq. Bununla belə mənbənin sözlərinə görə Prezidentin gözləmək və İranın münaqişənin tempini diktə etməsinə icazə vermək niyyəti yoxdur. Trump İranın Xarq adasını ona görə ələ keçirmək istəyir ki, bu, hazırki Tehran hakimiyyəti üçün iqtisadi zərbə olacaq və İranı gəlirlərinin əhəmiyyətli bir hissəsindən məhrum edəcək. İranın neft ixracının təxminən 90%-i bu terminaldan keçir. Lakin son baş verənlərdən də göründü ki, Tehranın Vaşinqtonun planları qarşısında səssiz qalmaq niyyəti yoxdur. Buna cavab olaraq İran ərazisindən adaya hücum edilən Birləşmiş Ərəb Əmirliyinə qarşı kütləvi zərbələr vəd edib. Düşünürəm ki, silahlı qüvvələrimiz artıq cavab verib ki, neft və enerji infrastrukturumuza hücum edilərsə, zərbələr qarşılıqlı olacaq. Biz regionda Amerika şirkətinə məxsus olan istənilən enerji infrastrukturuna hücum edəcəyik. Ötən gecə baş verən hücumlar qüvvələrimiz tərəfindən izlənilib və bizə aydındır ki, onlar Birləşmiş Ərəb Əmirliklərinin iki ərazisindən, Ras Əl-Xaymədən və Dubay şəhərinə çox yaxın bir yerdən atəşə tutulub. Biz mütləq qisas alacağıq. Prezident Trump daha əvvəl Truth Social hesabında İranın şah damarı olan Xarq adasındakı bütün hərbi hədəfləri tamamilə məhv etdiyini yazıb. İran tərəfi bu zərbələri təsdiqləyib. Lakin Xarqdakı əməliyyat indiyə qədər hərbi obyektlərin məhv edilməsi ilə məhdudlaşıb. Liman və neft terminalı toxunulmaz saxlanılıb. Trump indi İranı hədələyir ki, gəmilər Hörmüz boğazından sərbəst və təhlükəsiz şəkildə keçməzsə, bu toxunulmazlığı dərhal ləğv edəcək. Analitiklərin fikrincə, Xarq adasına kim nəzarət edərsə, müharibənin taleyinə də o qərar verəcək. Anladığım kadarıyla savaşın başından itibaren yaptığı planlama orayı vurmak değil. Orayı yok etmek değil. Çok kolay yok eder. Çok. 5 dakikada yok eder. Çünkü İran'ın artık doğru düzgün bir hava savunma sistemi yok. Onu yapmıyor bilinçli olarak. Çünkü oraya sahip olmak istiyor. Ya Trump'ı artık ben tanıdım. Oraya sahip olmak istiyor. Yarın kendi petrolcü oligarklarıyla beraber İran petrolünün Venezuela petrolü gibi pazarlamasında sorun yaşamak istemiyor. Hikaye bu. Üstəlik, Xarq adası İranın enerji infrastrukturunun əsas elementidir. Oman körpəzi sahillərində yerləşən digər bir İran terminalı olan Cazq infrastruktur baxımından Xarqı əvəz etmək iqtidarında deyil. Ancaq məsələ ondadır ki, bu adanın İranın əsas neft boğazı kimi rolu unikal olsa da hərbi baxımdan zəif qorunur. Bunu nəzərə alan ekspertlər Vaşinqtonun növbəti addımının adaya Birləşmiş Ştatlar dəniz piyadalarını yerləşdirməklə onu ələ keçirmək ehtimalını müzakirə edirlər. ABC News məlumatına görə Birləşmiş Ştatlar hərbi komandanlığı artıq Yaponiyanın Okinawa şəhərində yerləşən 31-ci dəniz ekspedisiya bölməsini təcili olaraq yaxın şərqə köçürür. Ekspertlərə görə bu halda İranın əlində başqa mümkün cavab kartları da var. ABD Hürmüz'de daha ileri bir saldırı düzenlerse İran'ın elinde açabileceği başka kartlar da olabilir. Yani çünkü sürprizler ardı ardına geliyor. İlk akla gelen şey tabii Hürmüz kadar önemli olan Babülmendeb. Buranın da kapatılması olasılıklar arasında. Kızıldeniz, Babülmendeb hattı. Tabii bunu yapacak olan İran'ın müttefiki olan Yemen'deki Ensarullah güçleri. Ensarullah hareketi bir açıklama yaptı. Siyasi büro üyesi Muhammed el-Buheyti yaptı açıklamayı. İran'ın yanında askeri olarak durma kararı alındı. 0 saati uygun zamanda açıklanacak dedi. Başqa sözlə İranın neft hasilatına və ya ixrac obyektlərinə hücum edilərsə vəziyyət kəskin şəkildə dəyişəcək. Üstəlik analitiklərin fikrincə, adadakı neft infrastrukturu ciddi zədələnərsə, İranın neft ixracının böyük hissəsi dayanacaq. Bu isə dünya bazarında neft təklifinin azalmasına və qiymətlərin kəskin artmasına səbəb ola bilər. Məhz bu səbəbdən regionda artan gərginlik fonunda Xarq adası yalnız İran üçün deyil, həm də qlobal enerji bazarı üçün strateji əhəmiyyət
əhəmiyyət daşıyan nöqtələrdən biri hesab olunur.